Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Tambovski. Özünü günahlandırmaq, peşmançılıq hissi, özünü cəzalandırmaq hissi bunun nəticəsində. Bunun hansı qorxulu tərəfləri ola bilər? Bunun hansı qaranlıq tərəfləri ola bilər? Ümumiyyətlə, patoloji cəhətdən özünü tez-tez günahlandıran, özünü cəzalandıran insan bir anlamda xüsusi bir ikincil qazanc daşıyır ki, inanc şəkli bu formadadır tam olaraq. Mən özümü günahkar hiss eləyirəm, özümü cəzalandırıram ona görə ki, gələcəkdə belə bir gözləntim var ki, məni kimsə cəzalandırmayacaq və yaxud da mən Tanrı tərəfindən cəzalandırılmayacam. Və məndə belə bir gözlənti var ki, mən cərimə olunmayacam. Mən bu cəriməni ödəməkdən boyun qaçıra biləcəm. Mən ona görə özümü günahkar hiss edirəm ki, özümü cəzalandırmaq istəyirəm ki, başqaları məni ümid edirəm ki, bağışlayacaqlar. Və bəzən də bu şeylər olur. Və bu şeylər olduqca özünü günahlandıran insan məsuliyyəti bir qədər də boynundan atır. Təbii ki, burada ümumi öz günahlandırmadan söhbət getmir. İnsan bəzən bilmədiyi pis hərəkətə görə özünü günahkar hiss eləyə bilər. Bu normaldır. Lakin özünü günahlandırmanı həyatının mərkəzinə alan insan artıq bir psixoloji müdafiə mexanizmi inkişaf elətdirmişdir. Diqqətinizə görə minnətdaram. Sağ olun.